Herkese salam, kanalıma və Mətbəx Təmizliyi Part 3-ə xoş gəldiniz. Nəhayət ki, əlim çatdı və mən bu videonu çəkəsi oldum. Əslində istəmirdim çəkmək, özüm üçün təmizlik edəcəkdim, amma düşündüm ki, yox, çəkim Part 3-də mütləq söz vermişdim ki, gələcəkdir. Əslində mən mətbəxdə dərin təmizlik etməyi sevmirəm, ancaq hissə-hissə təmizləyirəm. Məsələn, bir dolab çirkləndisə, sarı kök, düyü, nə bilim, nəsə töküldüsə, açıram və o görünüş xoşuma gəlmirsə, töküşdürürəm, təmizləyirəm və sonra yenidən yerinə yığışdırıram. Bu tip videoları baxmağı mən çox sevirəm deyə YouTube kanalı açanda dedim ki, bu dəfə mətbəxi təmizləməyəcəm, şkafları yəni. Qoyacağam ki, biraz çirklənsin, pis günə düşsün və mən sonra birdən-birə təmizlik edərəm, həm də çəkiliş edib paylaşaram. Öncəki iki videolarımı mən heç bəyənmədim. Hələ düşünürdüm ki, bunu da çəkməyəcəm, amma sonda dedim ki, yox, qoy çəkim. Əslində çox xanımlar elə eləyir, qoyur ki, ev dağılsın, pis günə düşsün, sonra birdən-birə vlog çəkib paylaşsın. Mən də dedim ki, bəlkə məndə də alındı, amma gördüm ki, yox, bu mənlik deyil. Mən sizə vlog çəkəndə təmizlik vloqları hissə-hissə çəkiliş edir. Məsələn, bir dəfə buranı təmizləyəndə, bir dəfə də o biri tərəfi təmizləyəcəm. Bu belə bir şeylər eləyəcəm. Çünki məndə adətdir, mən həmişə elə eləyirəm. Öncəki iki videoda da bir-iki xanımlar yaxşı şeylər yazmışdılar. Bir ikisini də atdım bloka, çünki söydülər mənə və yazırlar ki, niyə şkafları bu günə qoyubsuz və heç kim də fikirləşmədi ki, bəlkə video çəkmək üçün mən bunu bu günə salmışam. Həqiqət heç kim bilmir deyə qınamaq da asandır. Təmizlik sevən və təmizliyə riayət edən birisi olaraq mənə çox qəribə gəldi o rəylər. 2 nəfər də söydülər, ona görə onları da atdım bloka və mesajlarını, daha doğrusu rəylərini də sildim. İstəmədim kimsə oxusun. Yəni biraz qəribə çıxırdı da onların danışıqları, sanki mən evdə uçurum yaradıram, nə bilim pis gündə saxlayıram evi, sonra birdən-birə çəkiliş edirəm. Qınaq obyekti olmamaq üçün heç kimi qınamamalıdır bu həyatda. Məsələn, o xanımlar heç bilmirdilər ki, mən təmizkaram və təmizliyi çox sevirəm və bu videonda sırf kontent üçün mən bu günə saldım, bu günə gətirdim. Öz günahımdır təbii ki. Mən istəsəm dərin təmizlik yox, məhz hissə-hissə təmizlik paylaşa bilərdim olduğu kimi. Sadəcə düşündüm ki, çox xanımlar xoşlayır, mən özüm də həmçinin ki, dərin təmizlik olsun və gördüm ki, yox, bu mənlik deyil. Yəni bu çəkilişləri artıq eləməyəcəm. Məsələn, şkaf təmizləyə bilərəm, paltarları çıxardım, oranın için təmiz sildim və paltarları yenidən yerinə yığdım. Bu da elə hissə-hissə təmizliyin bir hissəsidir. Məsələn, mən belə təmizləyə bilərəm, amma mətbəx təmizliyi burada dolab çox olduğundan, yəni insan başını itirir. Həqiqətən də elədir. Mən ilk dəfə bura köçəndə, ilk dəfə deyəndə ki, yəni evdən evə köçəndə mən bu hadisələrlə rastlaşıram. Yəni heç yaxşı deyil. Ümumiyyətlə belə mebeli heç sevmirəm də. Bu mebellər 2012-ci ildə yığılıbdı bura. Məndən olsa mən bura membran yığdırardım. Bura olsun ya və başqa bir yer. Mən membran çox sevirəm. O daha qəşəngdir, həm görkəmcə gözəldir, həm də təmizliyi də tez olur. Bunda isə əl qoyursan, barmaq qoyursan, sırası izi qalır. Heç xoş deyil. Əsasən də bu tutacaqları ki var ha, parıldayır. Onlar vəbşə tutdum. Ümumiyyətlə xanımlara rəy yazanda mütləq düşünüb yazmaq lazımdır ki, bəlkə elə deyil, bəlkə belədir. Çünki indi fikir verərsinizsə, çox təmizlik çəkən xanımlar evləri pis gündədir, sonra birdən-birə təmizliyə başlayırlar. Çünki bu insanı cəlb eləyir. O demək deyil ki, onlarda ev pastayanlı bu gündədir, yəni davamlı olaraq çirkli qalır. Xeyr, sadəcə kontent yaratmaq üçün çəkiliş eləyirik və yaxud da təbii halda evdə uşaq var, evi çirkləndirir, pis günə qoyur və o zaman təmizlik eləyirsən. O normal haldır. Yəni bir sözlə sözüm o xanımlaradır ki, kim ki qınamağı sevir, yəni qınamayın. Çünki ola bilsin ki, sizdə də belədir evdə. Yəni düşünüb yazmaq lazımdır, düşünüb hərəkət eləmək lazımdır. Ümumiyyətlə bu həyatda yaşayırsansa, heç vaxt bilmədiyin şeyə demə ki, ay belədir. Mən ümumiyyətlə çox səmimi insanam, səmimi və özgüvənli insanam. Nə varsa odur, necəyəmsə eləyəm də. Yəni heç vaxt demərəm ki, ay mən beləyəm, evdə məsələn başqayamsa, çöldə başqayam. Xeyr, elə bir şey yoxdur. Mən çöldə necəyəmsə, evdə də eləyəm, evdə necəyəmsə, çöldə də eləyəm. Yəni ikinci bir üzüm yoxdur. Məni tanıyanlar bilir ki, mən necə insanam. Bəli, o da düzdür ki, yəni sən dollar deyilsən ki, hamı səni bəyənsin. Mən də həmçinin dollar deyiləm ki, mən
hamı bəyənsin. Kimlərsə çıxacaq məni bəyənməyənlər, xoşlamayanlar, sevməyənlər. Bu təbii ki, normal haldır. Heç vaxt heç kimə deyə bilmərəm ki, sən ay məni niyə bəyənmirsən, niyə xoşuna gəlmədin falan. Heç vaxt demərəm. Mən sadəcə öz səmimiyyətimi göstərə bilərəm ətrafa, sizlərə, nə bilim, necə insanamsa eləyəm. Bunları mən burada niyə deyirəm? Çünki məni qınayanlar da çoxdur. Elə bilirsiniz ki, yazan yoxdur. Təbii ki, yazan var. Hər bir vlogerin altında mütləq ki, nəsə yazırlar. İstər burada olsun, istər Instagramda olsun, qınaq obyekti mütləq olur. Mən sadəcə burada dedim ki, bəlkə də kimsə yenə nəsə yazmaq istəsə, yəni ki, bir yaxşı fikirləşsin, düşünsün ki, bəs məsələn burada mənim üzümü görmürsüz, amma realda görsəniz, məsələn, söhbətimiz düşsə, söhbət eləsəz, deyərsiniz ki, bu da bizə kimi adi bir insan imiş ki, məsələn də. Bu arada mənim Instagram səhifəmə də istəsəniz abunə ola bilərsiniz. Orada da storylər, reelslər paylaşıram. İstəsəniz keçib izləyə bilərsiniz. Bu da mənim səhifəmdir. O qədər çox danışdım ki, artıq heç bilmədim ki, sizə başqa nə danışacaqdım. Əslində təmizlikdən danışmalıydım ki, söhbət gəldi hardan hara çıxdı. Deməli, təmizlədim, qurtardım. Özünüz də gördünüz, izlədiniz. Düşünürəm, bu təmizliyi hərdən bir eləyəcəm, amma ki, daydolab təmizliyi hamısını birlikdə çıxarım. Təmizləməyə bir şey olmayacaqdı. Yəni, əgər istəsəniz təbii ki, deyərsiniz mənə, mən sizə paylaşaram. Bu da son nəticə. Düşünürəm elə də səliqəli yığım falan, nə bilim, dekorasiya olmadı. Yenə də mənə belə daha rahat gəlir deyənə dedim bu dəfə də belə olsun, amma sonra dəyişəcəm. Məsələn, yağdanlığı götürüb kənardan qoyacağam. Düşündüm biraz da belə qalsın. Love olanı mən düzəltmişəm illər öncə. Belə kartondan kəsmişəm və içinə ramaşkalar düzmüşəm. Dolaplarla qurtardım. İndi keçdim mətbəxin digər hissələrini təmizləməyə. Balkonu təmizləmişdim daha öncədən. Ona görə orana əl vurmayacağam. İndi keçirəm digər yerlərə. Burada da fikir verərsiniz ki, artıq qab-qacaq yığılıbdı. Yəni buradan təmizləyirsən, buradan çıxır bu qab-qacaqlar elə bir ki, inada. İndi isə keçin buraları təmizləyim. Siz bir də mənə rəylərdə yazın. Əgər səsli videolar istəyirsinizsə, mütləq yazın ki, mən danışım. Amma ki, nə haqqda danışım onu bilmirəm. Siz mənə yaxşı bir ideyalar atın. Mən o haqqda danışım. Yox, əgər istəmirsinizsə danışmağımı, o zaman belə musiqili falan davam eləyərəm. Gördüyünüz bu doğrama taxtasını mən özüm ora qoyuram. Çünki ortası çökəkdir. Bu üstündəki bu Pepko'dan aldığım, bu arada Pepko'dan almışam onu. O bəzək, yəni ki, ortaya çökür və üstünə qoyduğum, məsələn, bu gül olsun, filtr olsun, onlar yəni çökür də ortaya. Ona görə məcbur onu altdan qoymuşam. Bu isə mən bulqurumu da yandırdım ki, biraz mətbəxin havası dəyişsin. Daha doğrusu ətir versin evə. Mənim haqqımda bilmədiyiniz bir şey də var. Mən yaxşı ustalığı bacarıram. Məsələn, nəsə xarab olsun, nəyisə təmir eləmək lazımdırsa, mən onu tək başıma rahatlıqla təmir eləyə bilərəm. Mebel belə yığmışam. Balaca mebel məsələn olsun, gətirin verin, mən onu qəşəng yığasıyam. Rozetka xarab oldu, onu təmir eləyə bilərəm və digər bildiyiniz kiçik işləri də. Onların hamısını mən özüm bacarıram. Evdə təmir getsə, aboy söküb, aboy yapışdırmaq, bu işləri o qədər çox sevirəm ki, düşünürəm ki, nə vaxtsa təmir eləsək, aboy söküb, aboy yapışdırmaq lazım olsa, mən özüm bu işə baş qoşaram, özüm eləyərəm. Çünki çox sevirəm. Mən baxmıram, gərək mütləq bunu kişi eləməlidir. Xeyr, elə bir şey yoxdur.
İndi isə keçək aynaları təmizləməyə. Əslində bu aynayı mən bir ay öncə təmizləmişdim. İndi baxın nə günə düşübdü. Yağışlı hava olanda, küləkli hava olanda mütləq ki o yağışlı külək hamısı bizim aynaya şap vurur. Ona görə də belə vəziyyət alır. İlk öncə içəri tərəfdən təmizləyirəm həmişə. Düşünürəm onda daha təmiz olur vəziyyət. İç tərəfi təmizləyib qurtardıqdan sonra artıq yavaş-yavaş keçirəm çöl tərəfə. Çöl tərəfi isə birinci bu əsas gördüyüm hissəni əlimlə təmizləyə bilirəm, amma digər iki tərəflərə mən ölərəm də, yəni ki, çıxmaram da çölə. Unutmayaq ki, canımız daha önəmlidir. Kim çıxıb bu aynayı çöl tərəfdən, yəni əlini sallaq vəziyyətdə qalıb təmizləməkdən Allah uzaq eləsin, heç vaxt elə eləməyim. Çöl tərəfi isə mən bununla təmizləyirəm. İlk öncə feriyə salıb bir balaca paraşoklu eləyirəm. Sonra 3-4 dəfə silirəm, olur nəticə tərtəmiz. Əslində mən akrofobiyam yoxdur, yəni yüksəklik qorxum yoxdur. Sadəcə belə hadisələr çox görmüşəm. Məsələn, mən də əvvəl çıxırdım çöl tərəfdən təmizləyirdim, ta ki bizim qonşumuzda bir hadisə baş vermişdi. Qonşu binada bir xanım ayna təmizləyirmiş, yazıq. Aynada gedibdi, özü də yəni gedibdi. Allah rəhmət eləsin, yazıq. Deyilənə görə çox da yaxşı xanım imiş, yoldaşı da çox sevirmiş və yoldaşı rəhmətə gedəndən sonra da çox ağlayırmış və uzun müddət yəni özünə gələ bilməyibmiş. Çox pis olmuşdum həqiqətən də. Ona görə sizə də deyirəm, ayna kənarına çıxıb, yəni çöl tərəfdən təmizləməyin. Baxın, hal-hazırda danışanda da biraz pis oldum çünki yadıma düşdü. Burada isə siz mənim kitab evimi görə bilərsiniz. Bunu mən illər öncə özüm düzəltmişdim, əl işimdir. Baxın nə gözəl. Bunu mən illərdir saxlayıram. Kardondan düzəltmişdim. O vaxt mən əl işlərlə məşğul olanda, belə şeylər düzəldəndə hələ heç kim düzəltmirdi və bunu götürdüm özümə saxladım. Mən satışla da məşğul idim. Yəni sifarişlər qəbul eləyirdim. Bunlar isə mənim cici kitablarımdır. Çox sevirəm kitab oxumağı. Ümumiyyətlə istəyirəm Yuskda gördüyüm o şkaf ki var, sizə çəkiliş etmişdim. Onu alıb içinə çoxlu kitablar yığmaq istəyirəm. Əgər bir bildiyiniz varsa, harda kitablar ucuz qiymətinə satılırsa, köhnə kitablar da olsa olar və yaxud da kimsə atılıq eləmək istəyirsə, götürür, atırsa, saxlamırsa və elə bir yer tanıyırsınızsa, çox xahiş edirəm, rəylərdə yazın. Mən gedib o kitabları götürərəm. Köhnə yaşadığımız yerdə kitab qoymuşdular kənara. Gördüm ki, atılıqdır, heç kimə lazım deyil, götürüb gətirmişdim özümə. Yəni oxumasam belə onu mən götürüb saxlayıram. Əgər bir bildiyiniz varsa, mütləq yazın. Mən gedim o kitabların arxasıca. Sonra isə bu stolun təmizləmək və əsas məsələ lüstru təmizləmək istəyirdim. Yadınızdadırsa part 1-də demişdim ki, bəs lüstruda mütləq təmizləyəcəm. Çox tozlanmışdı. Düşünürəm elə ora birinci əl gəzdirməli idim. Nə vaxt təmizləyə etmirdim. Axırıncı dəfə keçən il təmizləmişdim və hər dəfə də vaxtım olmurdu ki, deyim ki, çıxım oranı təmizləyim. Dedim elə sizinlə birlikdə təmizləyərəm. Bilmirəm siz necə, amma mən iş görərkən arxa fonda mütləq ya mahnı oxumalıdır, ya da nəsə bir şeyə qulaq asmalıyam. Ən çox da qulaq asdığım kriminaldır. Ekrana baxmıram, sadəcə kənardan qoyuram və dinləyərək işimi görürəm. O zaman işim o qədər gözəl gedir ki, özüm də rahat oluram. Əgər videolarımı bəyənirsinizsə, sona qədər izləyirsinizsə, o zaman sizdən çox xahiş edirəm, kanalıma abunə olun, like edin, dəstək olun. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Bununla siz mənə böyük bir yaxşılıq etmiş olarsınız və bura qədər izlədiniz.
elədinizsə hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqlarda görüşənədək hələlik.